Dizel maşınları dayanmadan tərifləyirsiniz. Amma normal ustası barmaqla sayılası qədərdir bu maşınların. Bəlkə motoruna belə deyək də ideal baxa bilən ölkədə 10 usta olar, olmaz, o da dəqiq deyil. Bəs bu maşınların nəyini tərifləyirsiniz? Bax bu həftə, bu günləri 4-cü gündür. 4-5 müştəri yazıb bizə ki, bəs məndə dizel maşındır, usta tapa bilmirəm, kömək elə. Yəni baxan yoxdur. Dedim qardaş, valla bizdə də eləsi yoxdur. Həqiqətən tanıdığım dizel ustaları yoxdur. Yəni usta çoxdur, amma işi bilən usta tanıdığım yoxdur. Hər adamın da yanına göndərmək olmur adamı. Yəni gedər düşər zibilə, sonra gəlib təbii ki yapışar sənin yaxandan. Yəni bu da normaldır. Çünki sən göndərmisən onu. Bütün bunlarla belə yenə də dizelin negativ tərəflərindən danışanda hələ də ayağa vermir çoxu bu dizel maşınları. Aki, yəni kiməsə and içməmsiz ki, mən həyatımın sonuna dək dizel maşınları pisləməyəcəm. Əgər incidirsə, etiraf elə də, niyə sürdüyünüz maşınları ümumiyyətlə məcbursuz ki, pisləməyəsiz? Yəni niyə pisləyə bilmirsiniz? Deyə götürək məni. Dizel olmasa da benzindir məndə. Yəni 4-2 motordur. Hər 15 gündən bir ustadayam. Range Rover sürmək, qardaş, xoşbəxtlik deyil. Valla. Yəni bunu hamı bilir. Bu maşını sürürsənsə yaxşı usta dostların olmalıdır. Bax bu dəqiqə də elə maşın preboylayır, gedirəm ustaya. Niyə yalan danışım ki sizə? Yəni valla ömürlük deyil bu dəmirlər. Yəni bir gün satıb başqasına keçəcəyik. Yəni bu boyda insanlar yıxılıb ölür. Çıxıb gedir dünyadan əbədi. Qutarır onların həyatı. Bu dəmirləri bəs necə əbədiləşdirirsiniz axı?